İranda baş vermiş hadisələri bütün xalq izləyir. Amerika Birləşmiş Ştatları və İsrailin indirdiyi hava zərbələri nəticəsində İranın ali dini lideri Əli Xameyni öldürülüb. Bununla bağlı İranda 40 gün matəm, 7 gün tətil elan edilib. Bundan əlavə Əli Xameyninin qızı, kürəkəni, gəlini, nəvəsi həyatını itirib. Bunu dini liderin dəftərxanası təsdiqləyib. Haqqın yolunun ağır yükünü çiyinlərində daşıyan, ömrünü İslama, Qurana və Əhl-i-Beyt yolunda sədaqətlə xidmət etmiş bir lider üçün ən uzaq məqam şəhadətdir. Bu zirvə Allahın seçilmiş bəndələrinə nəsib olur. Səsləndirdi Haqq Səsi TV1-in əməkdaşı İbrahimova Əfsanə.